Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mais qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, aprel ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Milli aviadaşıyıcı Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq. Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk aviareys iyunun 28-də həyata keçiriləcək. Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə 3 dəfə Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib. Qafqaz Info xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib. Nəsimi rayonu Polis İdarəsinin 20-ci polis şöbəsinə müraciət edən şikayətçi Bolt tətbiqi vasitəsilə çağırdığı taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib. Şikayətlə bağlı araşdırmalar aparılıb və YB Dövlət Qeydiyyatı seriyalı avtomobilin 1976-cı il təvəllüdlü sürücüsü Məhrəmov saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Nəsimi rayon məhkəməsinə göndərilib. Şikayətçi tərəf məhkəməyə gəlmədiyindən onun ərizəsi araşdırılıb. Məhkəmə 49 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib. Tərtərdə günəbaxan emalı sexinin fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tərtər rayonu Düyərli kəndində yerləşən günəbaxan emalı sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən olunub. Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Tərtər rayonu Düyərli kəndində yerləşən günəbaxan emalı sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Aprelin 22-sində saat 2 radələrində Qara Məryəm İsmayıllı Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində avtoqəza baş verib. Mercedes markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan oxu-aza verilən məlumata görə hadisə nəticəsində xəsarət alan sürücü çatdırıldığı xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu Kənan Şiralizadə isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. ABŞ prezidenti Donald Trump'ın administrasiyası hesab edir ki, Ukrayna Moskva ilə mümkün sülh sazişinin bir hissəsi kimi ərazisinin 20%-ni Rusiyaya verməklə de facto razılaşa bilər. Bu barədə New York Post məlumat yayıb. Trump administrasiyasının yüksək rütbəli rəsmilərindən biri bəyan edib ki, müharibə dayandırılarsa və atəşkəs əldə olunarsa, Ukraynaya Avropa qüvvələrinin yerləşdirilməsini də daxil edə bilərlər. Xatırladaq ki, Trump ötən gün bildirib ki, bu həftə Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı təklif etdiyi sülh planının məzmununu açıqlayacaq. Buraya təklif olunan atəşkəs rejimini əməl etmək üçün Ukrayna ərazisinə Avropa qoşunlarının yeridilməsi də daxil ola bilər. Avropa çempionatında çıxış edəcəyi cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə Olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydarov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb. Onu yarışda Rəşid Məmmədəliyev əvəzləyəcək. Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-27-si aralığında Montenegroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu təmsil edəcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.